hərdən eləsə momentlər olur ki, yatırsan doyunca, 8 saat, bu yatmışsan yaxşıdır da hər şeydə. Amma baxırsan ki, yenə də bədəndə nəsə yorğunluq var da. Əksər hallarda bunun səbəbi vitamin D çatışmazlığı olur. Ümumiyyətlə, müasir insanda belə özündən götürürüm. Səhər saat 10-un yarısından yerəm zalı, axşam saat 10-da çıxıram zalı. Nə gün işığı görürəm, nə bir şey. Avtomatik yeməyimdə də deyirlər ki, balıq yemək lazımdır. Yəni, hansı birimiz səhərdə axşama qədər balıq yeri və yaxud da ki, bizə gündəlik lazım olan dozanı almaq üçün biz gündə neçə kilo balıq yeməliyik ki, o lazım olan vitamin D-ni ala bilək özümüz. Nə qədər ciyər yeməliyik. Deyirlər, yayda günün altında gəzmək lazım, deyirlər, dənizə getmək. Yaxşı, 3 ay getdin dənizə. Yerdə qalan bu 9 ay necə olacaq? Ona görə də məcburuq ki, kənardan bizi vitamin D-ni qəbul edir. Normalda dozarovkalar deyirlər 500, gündəlik 800, amma necə deyim, mən onun öz şəxsi təcrübəmdə yoxlamışam. Yəni analizlərlə ki, 800.000 insana təsir eləmir. Mən özüm hər gün 5.000 içirəm. O da nəyə görə? İçdiyimiz preparatların içində də dəqiq bilinmir ki, içindəki dəqiq 2000-dir və yaxud 2000 deyil. Ona kompensasiya eləmək üçün məcbur çox içir. Hava gəldi. Bana versin reklamlar. Bir də ki, vitamin D-ni qəbul edən zaman, yəni də deyirəm, birinci analiz və analizlər öz göstərilənlərə baxın, referenslərə. Ondan sonra dozirovkaları seçin. Bir də ki, vitamin D-ni qəbul edən zaman çalışın K2-nin bir yerdə olsun. Çünki K2 vitamin D-nin orqanizm tərəfindən mənimsənilməsinə müsbət təsir göstərir.